Salam dəyərli izləyicilər, kanalıma xoş gəldiniz. Bu gün sizlər üçün çox gözəl, dadlı, yumşaq bir bulka resepti paylaşıram. Hazırlamaq istəyənlər videonu sona kimi izləsin. Əvvəlcə yoğurma qabına 2 stəkan ilıq süd, 1 stəkan ilıq su, 1 stəkan şəkər tozu və 1 dolu çay qaşığı maya əlavə edirəm. Bunları birlikdə qarışdırıram. Maya həll olduqdan sonra isə üzərinə 2 ədəd yumurta, 4 xörək qaşığı bitki yağı əlavə edirəm. Daha sonra isə üzərinə 1 kiloqram unu az-az əlavə edirəm. 1 kiloqram unumu 8 stəkan un edir. Əlbəttə unun keyfiyyətinə görə miqdar dəyişə bilər, biraz az və yaxud da çox un apara bilər. Çalışın ələ yapışmayan yumşaq bir xəmir yoğurasınız. Xəmir çox bərk olmamalıdır. Xəmir gördüyünüz formaya gəldikdə isə üzərinə 100 qram əridilmiş çörək yağı əlavə edirəm ilıq halda və təkrar xəmirimizi yoğurmağa başlayıram. Tam həll olana qədər, ələ yapışmayan yumşaq bir xəmir alınana qədər bu formada yoğururam. Xəmir artıq hazırdır. Üzərini strezlə bağlayıram və 1 saat yarım otaq temperaturunda mayalanması üçün gözlədirəm. Xəmir gördüyünüz kimi mayalanıb 2 qatına çıxıb, indi isə üzərini açıram və 4 bərabər hissəyə bölüb kündələyirəm. Bu xəmirdən hazırladığınız bulkalara istədiyiniz formanı verə bilərsiniz. İçli üçün mən bişmiş qatlaşdırılmış süddən istifadə elədim. Sizlər cem, şokolad sosu və istədiyiniz digər içliklərdən də istifadə edə bilərsiniz. Mən bulkaları gördüyünüz formada hazırladım. Əvvəlcə orta hissəsinə bişmiş qatlaşdırılmış süd yerləşdirdim və kənarlarını yaxşı bağlayıram. Daha sonra isə bükürəm. Bütün bulkalar gördüyünüz kimi eyni formada hazırladım. Daha sonra isə soba listlərinə yığıram. Üzərini örtərək otaq temperaturunda 1 saat gözlədirəm. Bulkalar tam mayalandıqdan sonra isə 2 ədəd yumurta sarısını yaxşı çırpıram və gördüyünüz formada üzərlərinə çəkirəm. Daha sonra isə bulkaları sobada üzəri və altı qızarana qədər bişirirəm. Mənim hazırladığım bulkalar artıq hazırdır. Gördüyünüz kimi bişdi. Tam soyuduqdan sonra isə sizlərə necə yumşaq olduğunu burada göstərirəm. Bu reseptlə hazırlasaq sizdə də belə gözəl, yumşaq və dadlı bulkalar alınacaq. Hazırlayan hər kəsə əvvəlcədən nuş olsun deyirəm. Əgər videomu bəyəndinizsə kanalıma abunə olaraq bəyən düyməsinə basmağı unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın.